2 ildir ki, ümumtəhsil məktəblərində rəsm-xətt fənni əmək hazırlığı ilə birlikdə texnologiya fənninin tərkibində keçilir. Kurikulum sistemindən əvvəl rəsm-xətt ayrıca fən kimi yalnız 8-9-cu siniflərdə tədris olunub. İndi isə texnologiya fənninin tərkibində 1-ci sinifdən başlayaraq keçilir. Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə 9C sinifinin qonağıyıq. Məktəbli dostlarımız çertyojlar üzərində işləyirlər. Şagirdlərə müəyyən məmulatın hissələri verilir. Onlar verilən detalın ön, sol və üst tərəfdən 3 görünüşünü çəkməlidirlər. Buna texniki rəsm deyilir. Bizə çəkmə maşının tərkib hissəsi olan ox verilmişdir. Oxun təsvirini çəkmək verilmişdir. Burada oxun üstdən, öndən və soldan görünüşünü çəkmişik. Bu hissəsini çəkəndə buradan çıxıntısını göstərmişik. Öndən və soldan görünüş eyni olduğu üçün burada simmetrik əks olmuş kimi göstərilmişdir. Bugün biz dərsdə gündəlik həyatımızda istifadə etdiyimiz ətçəkən maşının işlənmə texnologiyasını əyani surətdə gördük. Mən bu fənni çox sevirəm. Yəni gələcəkdə inşaat mühəndisi olmaq istəyirəm. Bu sənəti seçməyimdə bu fənnin köməyi mənə daha çox lazım olacaq. Detalların müxtəlif tərəflərdən görünüşünə əks etdirmək böyük diqqət və dəqiqlik tələb edir. Bugünkü dərsimizdə yumrucuqlu mexanizmin modeli ilə tanış olduq və bizə ətçəkən maşının hissələrindən biri olan dəstəyin şəklini çəkmək verilmişdi ki, biz bu şəklin qurulmasında miqyaslardan çox istifadə etdik və bu da bizim çətinliklərimizdən biri oldu. Müəllim İslam Fəttahov deyir ki, rəsm-xətt fənni məktəblilərdə dəqiq ölçmə vərdişi formalaşdırır. Məntiqi təfəkkürün inkişafına təsir göstərir. Deməli, bu rəsm-xətt dərsinin tədrisi tək çertyojların çəkilməsi deyil. Texniki sənətdir. Bütün ardıcıllıqlar, istər müəssisələrdə, fabriklərdə, həyatda insana lazım olan məsələdir. Çünki çertyoj dəqiqlik tələb edir. Hər şey orada miqyaslarla tətbiq olunur. Qiymətləndirmə çertyojda ölçülərin və təsvirin dəqiqliyinə görə təyin edilir.